2023-cü ilin iyun ayında Lionel Messi Paris Saint-Germain'dən ayrılır və Inter Miami'yə transfer olur. Bütün futbol camiəsi, kritiklər, analitiklər, Lionel Messini sevməyənlər hamısı birdən onun üzərinə düşür. Hamısı ona lağ etməyə başlayır. Hamısı onu barmaqları ilə göstərirlər ki, Lionel Messi böyük futboldan qaçır. Lionel Messi məsuliyyətdən qaçır. Lionel Messi artıq futbol oynaya bilmir və ona görə də Burger liqasına yollanır. Lionel Messi Inter Miami'də keçirdiyi 3 il ərzində klub üçün 3 rəsmi və böyük titul qazanıb. Halbuki Messiyə kimi onlar kubokun nə olduğunu belə bilmirdilər. Hal-hazırda isə 2026-cı ildir və Dünya Kuboku keçirilir. Və Lionel Messi, Burger liqasında oynayan Lionel Messi yuxarıda gördüyünüz oyuncularla başa-baş mübarizə apararaq titul uğrunda mübarizə aparır. Yuxarıda gördüyünüz oyuncuların heç biri Burger və Dəvə liqasında oynamırlar. Hal-hazırda bu oyuncular öz klublarının bir nömrəli ulduzlarıdır. Bu oyuncular karyeralarının pik dönəmlərini yaşayırlar. Lionel Andres Messi. Çox böyüksən, çox. أنا ميسي ضامن المتعدي في عالم القدم. أنا اليوم كبيرهم على صغري وعمهم في كبري. استقبال ثم كنترول ثم همسة ثم لمسة ثم فرحة ثم فرشة. يا ابو تياجو ايش تعمل؟ يا ابو تياجو كمل شغل مش عادي.